OTK sınaq imtahanına salınmış növbəti sualın izahı ilə davam edirəm. Diaqrama əsasən bu çoxhəllinin dərəcəsini tapaq. Aha. Gəlin çoxhəllini aşağıda bir də qeyd edim. Bizim gözümüzün qarşısında olsun. Bax, çoxhəlli bu formadadır. İndi gəlin diaqrama baxaq. M-in yerinə 8 yazacağam. Daha doğrusu M-in dərəcəsinə 8 yazacağam. Yazaq M üstü 8. N-in dərəcəsinə 10 yazacağam. Baxın 10. Sonra P-nin dərəcəsinə 6 yazacağam. Buraya yazaq 6. K-nın da dərəcəsinə 4 yazacağım. Yəni olacaq, bura 4 yazsam, 4-ü də 3-ə vurmalıyam, 12 olmalıdır. Düzdürmü? Birbaşa bunu bu formada yazaq. İndi burada alınan çoxhəllin dərəcəsini tapmalıyıq. Burada baxırsan, əvvəlcə mötərizənin içərisində ən böyük dərəcəli ifadə bir hədli K üstü 12-dir, vurulsun. Burada isə N üstü 10-dur. N üstü 10-u buradakı 2-yə vurmalıyam. Mütləq şəkildə qüvvətin qüvvətə yüksəldilməsi. N üstü 20. Bir hədlini də bir hədliyə vuranda yenə bir hədli edər və bir hədlin dərəcəsini tapmaq üçün üstlərini toplayırsan. Yəni düzgün cavab olacaq burada 32.